وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت. بسم الله الرحمن الرحيم. إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت. يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك. يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك. يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك في أي صورة ما شاء ركبك. يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك في أي صورة ما شاء ركبك. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Əziz izləyicilər, növbəti canlıda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə
bir neçə mövzuya toxunmaq istəyirik və adəti üzrə zəhmət olmasa canlını bəyənin, paylaşın, yorum yazın. Kanala, Cavid Cabbarlı kanalına abunə olmamışsınızsa, zəhmət olmasa abunə olun. Əziz izləyicilər, bugün mart ayının 18-i 2026-cı ildir. Ramazan ayının son günlərini yaşayırıq. Ramazan ayının bugün 28-ci günü tamam olur. Bir neçə dəqiqədən sonra, təqribən 40 dəqiqədən sonra Almaniya vaxtı ilə iftar vaxtı olacaq. İnşallah sabah Ramazanın 29-u martın 19-una təsadüf eləyəcək. Mən canlını bu mövzudan açmaqda məqsədim odur ki, bizim Ramazan bayramının hansı günə təsadüf edəcəyi ilə bağlı çoxsaylı suallar var. Biz onları şəxsi də cavablandırdıq, amma mən uyğun gördüm ki, elə canlı vasitəsilə də biz bu Ramazan bayramının nə zaman olacağını elan edək. İzləyicilər də bundan faydalanmış olsunlar. Əziz izləyicilər, düzdür, müəyyən məlumatlar var ki, sabah 19 mart 2026-cı il Ramazan ayının 29-u ay görülməmə ehtimalı daha çoxdur. Yəni bu da o deməkdir ki, Şəvval ayının 1-i martın 20-sinə deyil, 21-nə təsadüf edəcək. İlkin mərhələ bundan ibarətdir. Yəni Ramazan ayının bayramı və yaxud da dini bu cür qəməri aylarının başlanması, bitməsi bu ayın görülməsi ilə bağlı olan bir məsələdir. Ona görə də bəzi mənbələrdən məlumat daxil olur ki, bu il Ramazan ayı 30 gündən ibarət olacaq. Yəni 19 mart 20-sinə keçən gecə Ramazan ayının, Şəvval ayının ayı görünməyəcək. Bu da o deməkdir ki, martın 20-si Ramazan ayının 30-cu günü olacaq və 21-i isə Şəvval ayının 1-i hesab olunur və artıq Ramazan ayının bayramıdır. Yəni buna fitri bayramı deyirlər. Bu da təsadüf eləyəcək mart ayının 21-inə. Amma biz bunu ümumi şəkildə əgər ay görülməsə şərti ilə deyirik. İnşallah dəqiq məlumatı sabah bu vaxtlarda bəzi Azərbaycanda, İranda, bəzi ölkələrdə biraz tez olacaq. Çünki indiki vəziyyətdə 3 saat fərqimiz olduğu üçün biz biraz, yəni bu vaxtlar deyirik, məğrib azanına yaxın və yaxud da məğrib azanının vaxtında, o vaxtlarda Şəvval ayının görülüb-görülməməsi sabah dəqiqləşəcək. Əgər görülsə ki, bunun ehtimalı çox azdır, görülsə martın 20-si fitr bayramı olacaq. Əgər görülməsə ki, bunun ehtimalı daha çoxdur ki, görülməyəcək, o zaman deməli martın 21-i fitr bayramı qeyd olunacaq. Əziz izləyicilər, bir mövzunu da fitrə zəkatı ilə bağlı da deməli bir mövzunu diqqətinizə çatdırım. Fitr bayramının ümumiyyətlə Ramazan ayının əməllərindən biri oruç tutmaqdır. Biri də bayram günü fitrə zəkatı çıxartmaqdır. Bu da hər bir müsəlmana vacib olan şərtlərdən biridir. Fitrə zəkatı çıxartmalıdır və bu əsasən hesablanır ən çox deməli hansı qida növündən istifadə olunursa, buğdadır, xurmadır, sonra düyüdür və s. Bunların 3 kilonun dəyərinin 3 kiloyuna bərabərində hər bir adam üçün fitrə zəkatı çıxarılmalıdır. Kasıb şəxslərə verilməlidir. O insanlar ki, onlar deməli müctəhidlərin göstərişinə görə onlar ibadət əhlidirlər və lakin dolanışıqları aşağı səviyyədədir. O insanlara verilir. Daha yaxşı olar ki, hər kəs
öz yaxınından başlasın, öz deməli kəndindən, rayonundan, şəhərindən bu cür deməli davam etsin. Öz ətrafından versin fitrə zəkatı. Bu barədə əlbəttə ki, ruhanilər çox danışırlar və internetdə də məlumatlar mövcuddur. Ümid eləyirəm ki, fitrə zəkatıyla bağlı məlumatlar hər kəs üçün əlçatandır və biz bu mövzuya girib zamanımızı burada çox xərcləmək istəmirik. Əziz izləyicilər, mən canlıya qoşulanlara bir daha salamlayıram və təşəkkür edirəm zamanlarını ayırıb deməli bizim canlıda iştirak edirlər. Afrindən salamlar göndəriblər. Cəlal Tuncəli adlı bir istifadəçi biz də salamlayırıq. Sonra digər istifadəçilər də canlıya qoşulanlar da deməli mən hamısını ad-bad çəkməyə ehtiyac yoxdur. Ümumilikdə hamısını salamlayıram və təşəkkür edirəm. Əziz izləyicilər, bu il Ramazan bayramı həm də bizim milli bayramımız Novruz bayramına təsadüf edir. Novruz bayramı ilə təqribən eyni günlərdə iki bayram olacaq və bu hər il belə və yaxud da tez-tez belə baş verən hal deyil. Təqribən 162 il, 165 il təqribən bu müddətdə Ramazan bayramı ilə Novruz bayramının üst-üstə düşmə ehtimalları olur. Mən hər halda bu günlər düzdür, İslam ümməti böyük yas içindədir. İslam ümməti deməli küfrə qarşı, Allah qoşunu küfrə qarşı savaş içindədir və bu günlər İslam ümmətinin böyük şəxsiyyətlərini əldən veririk, şəhadətə qovuşurlar. Çox böyük matəm içindəyik, amma bu matəmin deməli sonunda böyük bir qələbənin arzusu ilə, ümidi ilə yaşayırıq və bu itkilərimizi deməli həqiqətən böyük itkilərdir, lakin bu itkilərimizi sonda qazanılacaq qələbə ümidi biraz bizə təsəlli verir. İtkilərimizə görə çox deməli pərişan olmuruq. Amma ümid eləyirik ki, inşallah bu şəhadətlər ard-arda dövrümüzün böyük şəxsiyyətlərinin dünyanın ən iyrənc insanları tərəfindən şəhadətə qovuşmaları zuhura gedən yolu açmaq üçün deməli bir vasitə olacaqlar. Bu ümid bizi çox deməli nikbin eləyir. Bu şəhadətlər, bu ağır günlər keçirməyimizə baxmayaraq yenə də deməli bütün Azərbaycan xalqını həm Novruz bayramı münasibəti ilə, həm Fitr bayramı münasibəti ilə deməli Allahdan Azərbaycan xalqına dua eləyirik. Allahdan bağışlanmalıq istəyirik. Demək, həm Novruz bayramı, həm Fitr bayramı. Əslində bunların son dövrlər biraz qeyd edilmə formatı, xüsusən Novruz bayramında biraz dəyişdirilib. Amma əslində bunlar insanın oyanışı üçün, insanın Allaha yaxınlaşması üçün çox gözəl fürsətlərdir. Bu müqəddəs bayramlarda mən Allahdan özümüz üçün, Azərbaycan xalqı üçün, bütün müsəlmanlar üçün deməli bağışlanmaqlıq, bərəkət, mərhəmət istəyirəm. Allah inşallah bu günlərin hörmətinə bizi bağışlasın, öz mərhəmətini bizdən əsirgəməsin və deməli duaların qəbul olunduğu saatlardır, iftar vaxtına az qalır, günlərdir. Ramazan ayının son günləri və Novruz bayramının ərəfəsi. Bu günlərdə əlbəttə ki, dualar qəbul olunar və bizim ən böyük duamız İslam ordusunun, İran İslam Respublikasının ordusunun mütləq qələbəsinə Allahdan istəməkdir.
və işğalçı rejiminin, Epstein koalisiyasının tezliklə zəlil nabud olmasını Allahdan istəməyimizdir. İnşallah tezliklə Epstein koalisiyası zəlil nabud olar. Necə ki, günbəgün bunlar rusvayçılığa uğrayırlar və bu rusvayçılığın deməli miqyası daha da genişlənər və eyni zamanda bizim ən böyük dualarımız bundan ibarətdir ki, xüsusən Ramazan ayında biz bu duanı heç zaman dilimizdən əksik etmədik. Azərbaycanda həbs olunan günahsız insanlarla bağlıdır. Əlbəttə minlərlə günahsız insanlar, dəyərli, təqvalı ruhanilər, dindarlar, sonra hicablı xanımlarımız, eyni zamanda mətbuat adamları, onların əqidəsində fərqlilik olsa da, amma onlar haqsız yerə həbs olunublar. 9 dənə deməli jurnalist xanım. Bunların azadlığı üçün hər zaman biz dua eləmişik. Yenə də bu əziz günlərdə onları unutmuruq və ümumiyyətlə Azərbaycanda siyasi rejimin zalim, qəsbkar, qəddar olduğunu hər kəs bilir. Biz isə bu günlərdə, bu mübarək günlərdə Azərbaycan rejiminin tezliklə deməli məhv olmasını Allahdan istəyirik. Məzlum Azərbaycan xalqının tezliklə bu zalim, qəddar rejimdən xilas olmasını ki, Allahın yardım edərək deməli xilas olmasını Allahdan təmənna eləyirik. Əziz izləyicilər, mən bir daha yeni qoşulanları salamlayıram və təşəkkür edirəm. Çox təəssüf olsun ki, bugün yenə də bizim canlıda əsas mövzumuz İran ətrafında baş verəcək. Əvvəla mən onu deyim ki, bugün çox acı bir deməli xəbərimiz oldu. İran Təhlükəsizlik Şurasının, Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Larijani şəhid edildi. Sonra Qulam Rza Süleymani şəhid edildi. Bu şəxslər İslam ümməti üçün və xüsusən İslam qoşunu üçün, Allah qoşunu üçün çox böyük şəxsiyyətlər idilər. Bu münasibətlə biz İslam ümmətinə, xüsusən İmam-ı-Zamana və yeni ali dini lider, yeni vəli fəqih Ayətullah Seyyid Muctəba Xamneyi cənablarına təsliyyət deyirik. Bütün Əhl-i Beyt dostlarına təsliyyət deyirik. İslam ümmətinin böyük şəxsiyyətləri şəhadət məqamına yüksəliblər. Biz Quran məntiqi ilə yanaşsaq, Quran fəlsəfəsi ilə bu məsələyə baxsaq, əslində bunlar çox böyük deməli mükafatla bu dünyadan ayrıldılar. Ömürlərini necə yaşayıblarsa şəhid kimi yaşadılar və şəhid kimi də Allah onların deməli öz dərgahına qovuşdurdu. Şəhadətlə bağlı kifayət qədər məlumatımız var. Həqiqətən bu insanlar Allahın insan üçün deməli yaratdığı, bəlkə də deyim, təsis etdiyi ən böyük məqam şəhadət məqamıdır ki, öz dostlarını, öz sevdiklərini bu məqama layiq görür. Bizim əqidəmiz bundan ibarətdir ki, Allah inşallah adını çəkdiyimiz və adını çəkmədiyimiz yüzlərlə şəxsiyyət ki, onlar İslam ümmətinə xidmət edirlər, onlar Allahın dininə qalxan olublar, dinini müdafiə ediblər və canlarının bahasına bugün onlar deməli İslamın adını yaşadırlar. O insanlar həqiqətən çox böyük bir məqama yüksəldilər. Allah rəhmət eləsin və ümumilikdə Əhl-i Beyt dostlarına başsağlığı verdi. Allah inşallah onların ruhunu bizim üçün duaçı qərar versin. Xüsusən mən bu təsliyyəti Almaniya İmam Zaman Mərkəzi adından eləyirəm. Almaniya İmam Zaman Mərkəzi adından bu təsliyyəti ünvanlayıram. Əziz izləyicilər, mən diqqətinizə çatdırmaq istəyirəm bu mövzu ilə bağlı deməli
bəli, Ayətullah Seyyid Muctəba Xamneyi cənablarının Əli Larizani, şəhid Əli Larizaninin şəhadəti münasibəti ilə başsağlığını diqqətə çatdırmaq istəyirəm və onun deməli mövqeyini istəyirəm diqqətinizə çatdıram. Ali rəhbər Seyyid Muctəba Xamneyi buyururlar ki, Allah onu yerin göyün bəlasından və bütün şeytani sifətlilərin məkri hilələrindən inşallah qorusun, mühafizə eləsin. Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali liderin şuradakı nümayəndəsi Əli Larizaninin şəhid olması xəbərini dərin kədərlə aldım. Bu rəhbərin sözüdür. Tökülən hər bir qanın cəzası var. Şəhidlərin cinayətkar qatilləri tezliklə cəzalarını çəkməlidirlər. Bu rəhbərin deməli Əli Larizani, şəhid Əli Larizaninin şəhadət xəbəri ilə bağlı səsləndirdiyi fikirdir. Deməli bunu yayımlayıblar. Əslində dərhal belə bir məlumatın tirajlanması, belə bir xəbərin yayılması bizə Əli Larizaninin şəhadəti deməli müharibə rutininə necə təsir edəcək sualına biraz aydınlıq gətirir. Çünki Amerika və İsrail artıq son günlər deməli bu müharibə mövzusunda fikir ayrılıqlarına malikdirlər. Artıq İranla bağlı Amerika Birləşmiş Ştatlarının mövqeyi fərqlidir, fikri fərqlidir, hədəfi fərqlidir. İsrailin fikri fərqlidir, hədəfi fərqlidir. Son günlərin hadisəsində biz bunu açıq şəkildə hiss eləyirik. Bu gün deməli Donald Trump növbəti dəfə NATO üzvlərinə, öz müttəfiqlərinə müharibədə kömək deməli istədi onlardan. Bilirsiniz ki, bir neçə gün bundan əvvəl NATO üzvlərinə, xüsusən Avropa Birliyi ölkələrinə kömək istəmişdi açıq şəkildə və Avropadan da başda İspaniya olmaqla Fransa, hətta Almaniya, Polşa, Yunanistan və s. ölkələr deməli bu mövzuda Amerika Birləşmiş Ştatlarına dəstək verməyəcəyini və qoşun göndərməyəcəklərini bəyan etmişdilər. Hətta biz bura Japoniyanı da əlavə eləyə bilərik. Çünki onlar da bu məsələdə yardım etməyəcəyini bildirdilər. Bu onu göstərdi ki, yəni Trump'ın yardım istəməsi təhdid xarakteri daşıyırdı. Düzdür, bəzi ekspertlər elə təhlil eləyirlər ki, deməli Ukrayna mövzusunda ABŞ Avropa ölkələrini tək qoydu. Bunların yəni fikirləri budur. Avropa ölkələrini tək qoydu. Faktiki olaraq Ukraynaya yardımı dayandırdı və dedi ki, Avropa ölkələri silahı pul versin. Mən onun pulun müqabilində Ukraynaya yardım eləyim. Ona görə də Avropa ölkələri deməli bu məsələdə İrana hücum məsələsində, İrana müharibə məsələsində ABŞ-ı tək qoyurlar. Mən düşünürəm ki, bu izah o qədər də dolğun deyil və qeyri-məntiqidir. Burada əslində əsas məsələ Avropa ölkələri birinci mövzu budur ki, Avropa ölkələri uduzanın yanında dayanmaq istəmir. Biz dünən deməli Amerikada yüksək çinli bir məmurun terrorizmə qarşı deməli mübarizə idarəsinin rəhbərinin istefaya getməsi və orada konkret göstərməsi ki, mən İranla müharibədə vicdanla müdafiə edə bilmirəm Amerikanı və İranın mövcudluğu Amerika vətəndaşları üçün heç bir təhlükə yaratmırdı. Bu da Trump'ın İrana qarşı hücum, işğalçı hücum məsələsində arqument kimi qoyduğu faktı darmadağın etdi. Bu mövzu artıq ciddi şəkildə deməli düşünməyə dövlətləri vadar etdi.
Avropa ölkələri, NATO üzvləri Amerika Birləşmiş Ştatlarını niyə tək qoydu? Birinci bax sual bundan ibarət olmalıdır. Niyə tək qoydu? Mən hesab edirəm ki, burada vicdan məsələsi, digər mövzular, bunlar bu məsələdə o qədər də yetərli deyil. Əsas məsələ deməli Amerika Birləşmiş Ştatlarının heç kimi vecinə almadan ölkələrə soxulma planı artıq digər ölkələri deməli ciddi şəkildə narahat edib. Daha doğrusu bezdirib. Bu bir məsələdir. Çünki biz İraq məsələsi, Əfqanistan məsələsi, digər mövzularda gördük ki, Amerika Birləşmiş Ştatları BMT-nin deməli qərarlarını və yaxud da digər beynəlxalq təşkilatların qərarlarını nəzərə almadan, onların heç fikrini öyrənmədən istədikləri ölkəyə girirlər, oranı dağıdırlar və Avropa ölkələrində özü ilə aparırlar. Deməli, Amerikanın bu cür işğalçı siyasəti əslində ABŞ-ın yox, həm də o ölkələrin üzərində qalır. Bu məsələdə isə bu birinci amilidir. Avropa ölkələri artıq bu cür işğalçı siyasətdən beziblər. Mən düşünürəm ki, bu da o qədər tutarlı fakt deyil. İkinci əsas məsələ, Avropa ölkələri əlbəttə ki, onların kəşfiyyatları normal işləyir və müharibənin, İranla başlanılacaq müharibənin sonunu proqnozlaşdıra bilirlər. Hələ illər öncə belə bir fikir formalaşmışdı ki, əgər İranla ABŞ, İsrail müharibəyə girərsə, bu region üçün çox böyük fəlakətlərə, faciələrə yol açacaq və eyni zamanda deməli Amerika Birləşmiş Ştatlarının və yaxud da onun koalisiyasının, onun rəhbərlik etdiyi koalisiyada məğlubiyyəti ilə nəticələnəcək. Bu gün də yəni bu fikir ortadadır. Hətta illər əvvəl də bu fikir ortada idi. Mən bir neçə yerdə oxumuşdum ki, deməli Amerika prezidenti xüsusən Bidenin dövründə İranla savaşa başlamaqla bağlı ordu generallarına soruşulanda onlar bu müharibənin yəni məntiqsiz və ağılsız olduğunu bildirmişdilər. Heç bir halda İrana müharibədə İrana qalib gələ bilməyəcəklərini qeyd etmişdilər. Bu məsələ olduqca şəffaf bir mövzudur və açıq şəkildə ortadadır. Ona görə də Avropa Birliyi ölkələri əslində deməli anlayırlar ki, Amerika Birləşmiş Ştatlarına bu dəfə yolçuluq etmək, onlarla birlikdə addımlamaq böyük biabırçılıqla nəticələnəcək və İranın dediyim kimi hərbi meydanda, hərbi sahədə çox cəsarətli və fədakar davrandığı ilə yanaşı, diplomatik sahədə də, diplomatiyada da İran çox ciddi, mat edici deməli gedişlər eləyir. Xüsusən Hörmüz boğazı ilə bağlı və elə Əli Larijaninin, Allah ruhunu şad eləsin, İslamın şəhid rəhbəri Seyyid Əli Xameneyi cənablarının şəhadətindən sonra İranda əsas söz sahibinə çevrilməsi və İranda diplomatiyanı çox rasional bir formada irəli aparması olduqca təqdirə layiq bir haldır və onun bir neçə bəyanatında açıq şəkildə hiss olundu və göründü ki, İran nə Amerika xalqı ilə, nə Körfəz ölkələrinin xalqı ilə müharibə aparmaq istəmir və aparmır. İranın əsasən deməli hədəfi konkret olaraq işğalçı rejimdir və Amerika Birləşmiş Ştatlarında Trump administrasiyasıdır. Yəni xalqla heç bir problemi yoxdur. Eyni zamanda eyni məzmunlu bəyanatlar Avropa ölkələri ilə də bağlı verildi. Sonra Körfəz ölkələri ilə də bağlı verildi və bu siyasətin başında mərhum şəhid Əli Larijani dayanırdı. Əzizlər, İranın deməli ABŞ-ı dəstəkləməməsi əslində bu mövzuya dayanır. Avropa ölkələri uduzanın tərəfində dayanmaq istəmir və onsuz da zaten Ukrayna mövzusunda
ABŞ, Avropa ölkələrini çox ciddi bir geri dönüş olmayan dalana diriyib. Çünki Rusiya ilə Avropa ölkələrinin əlaqəsi qaz, neft və digər deməli enerji ehtiyatlarının alınma məsələsində deməli Rusiya ilə kontaktların kəsilməsi və s. bunlar hamısı Ukrayna savaşına görə oldu. Bugün Almaniya iqtisadiyyatında ciddi çöküş müşahidə olunur və bunun əsas səbəbi də dediyim kimi Ukrayna savaşıdır. Və Avropa bir mənalı olaraq Amerikanın bu oyununa getmir. Ona görə ki, bu savaşın sonda uduzacağının kim olduğunu çox gözəl anlayır. Bir məsələ bundan ibarətdir. İkinci məsələ də Amerika Birləşmiş Ştatlarının deməli hər şeydən əvvəl nəzərə aldığı bir adıdır. Yəni belə bir tabu formalaşdırıblar ki, Amerika Birləşmiş Ştatları dünyanın bir nömrəli ordusudur, dünyanın super dövlətidir, o heç vaxt əzilmir, o heç vaxt məğlub olmur və s. Amma biz Amerika Birləşmiş Ştatlarını İranla müharibədə biabırçı şəkildə əzilməsini müşahidə edirik, görürük və bu belə davam edərsə yaxın vaxtlarda bunun daha açıq formada biz bunu hiss eləyəcəyik, dünyada bu biabırçı hala düşəcək. Amerika Birləşmiş Ştatları bu cür ölkələri bu müharibəyə cəlb etməklə o adını qorumaq istəyir ki, sadə özü çəkilib bunları oyunda saxlayıb, sonra desin ki, bəs mən uduzmadım, uduzan Almaniyası idi, Fransası idi və yaxud da başqa ölkələr idi. Bu amil də deməli göz önündə alınmalıdır. Burada başqa bir mövzu şəhid Əli Larzaninin şəhadətindən sonra müharibənin əslində gedişatının necə dəyişiləcəyi mövzusuna mən toxunmaq istəyirəm. Zəhmət olmasa siz bəyənmələri artırın. Bugün bilmirəm nədənsə baxış sayımız azdır, canlıda iştirak edənlərin sayı azdır. Zəhmət olmasa siz canlıda olanlar bəyənmələri artırın. Yeni qoşulanları mən deməli salamlayıram. Ad-bağat çəkmirəm və yorum hissəsində, şərh hissəsində salam yazıblar və s. Mən onların hamısını salamlayıram. Allah köməyiniz olsun. Çox təşəkkür və minnətdarlığımı bildirirəm. Əziz izləyicilər, mövzu bundan ibarətdir ki, Larzaninin şəhadəti nəyi dəyişəcək? Əslində mən hesab edirəm ki, Əli Larzaninin şəhadəti heç bir şeyi dəyişməyəcək. Ona görə dəyişməyəcək ki, İran İslam Respublikası hər hansı bir İraq kimi, Əfqanistan kimi, Liviya kimi və başqa ölkələrlə müqayisə edilməz bir dərəcədə fərqlidir. Mən bildiyimə görə İranda əsas vəzifələrdə, yəni aparıcı vəzifələrdə deməli ən azı 7-8 variant var. Məsələn, bir şəxs, bir nəfər dünyasını dəyişərsə, şəhid edilərsə, onun yerinə kim keçəcək? Sonra o şəhid edilsə, kim keçəcəksə? Yəni bu ardıcıllıq təqribən 7-8 nəfərə qədər gedib çatır. Biz bunu ən açıq şəkildə gördük. Dediyim kimi, şəhid rəhbərimizin şəhadətindən sonra deməli yeni rəhbərin rəhbərliyi öhdəsinə götürülməsi və eyni zamanda deməli Sepahda və digər ordu qruplarında şəhid edilən rəhbərlərdən dərhal sonra onları əvəz edən generalların vəzifəyə təyinatları və hətta bunun üçün xüsusi təyinat da lazım deyil. Məsələn, xüsusi hər hansı bir yerin xüsusi təyinat da lazım deyil. Sadəcə sistem elə qurulub ki, bir nəfər şəhid edilirsə, kim onun yerinə gələcəksə artıq bu öncədən planlaşdırılmış bir mövzudur. Bunu ona görə deyirəm ki, əslində şəhid Əli Larzaninin şəhadəti İran müharibəsində, İrana qarşı hücum məsələsində heç bir halda İranın mövqeyini dəyişməyəcək. İranın deməli müharibə ilə bağlı qərarı dəyişilməzdir və biz bunu bugünkü biraz əvvəl oxuduğum
Seyyid Mustafa Xamenei cənablarının açıqlamasında da açıq şəkildə gördük ki, bəyan etdi. Bütün şəhidlərin qanı, intiqamı alınacaq və bir addım da belə İslam ordusu geri çəkilməyəcək, geri addım atmayacaq. Düşünürəm ki, inşallah deməli şəhid Əli Larzaninin şəhadəti İslam ordusunun deməli mübarizəsində və müharibədə iştirakında heç bir halda geriləmə deməli yaratmayacaq. Ola bilsin bəzi möminlərin qəlbində müəyyən məyusluq yarada bilər. Çünki mən artıq sosial şəbəkələrdə və şəxsi söhbətlərdə bu mövzuya rast gəlirəm ki, bəziləri deyirlər, bəs nə oldu? Niyə bunlar qorunmurlar? Niyə şəhid olurlar? Niyə məsəl üçün yüksək şəxslər şəhadətə qovuşurlar və s. Bunlar biraz məyusluq yarada bilər, amma demək istəyirəm ki, əzizlər, biz bu məsələləri, bu müharibəni zarafat hesab eləməyək və yaxud da hər hansı bir iki ölkə arasında gedən hər hansı bir maddi mövzular üzərində yaranmış bir müharibə hesab eləməyək. Bu müharibə zuhurun başlanğıcıdır. Bu müharibə zuhura gedən yolun təmizlənməsidir. Ona görə də belə bir savaşda böyük kişilər şəhadətə qovuşmalıdırlar. Böyük kişilər həm deməli böyük bu müharibənin mahiyyətini çatdırmaq üçün, yəni müharibə mahiyyəti nədən ibarətdir, onu anlamaq üçün orada kimlərin şəhid olması göz önünə gəlirsə, müharibənin dəhşəti və əhəmiyyəti anlaşılır. Bir məsələ bundan ibarətdir. İkinci məsələdə bu böyük kişilərin öndə olması və bunların şəhadətə qovuşması, onların necə ömür sürüblərsə, o ömürlərinin nəticəsidir. Üçüncü məsələ, İran İslam Respublikasının fədakar, cəsarətli xalqı üçün böyük bir stimuldur. Onlara böyük bir deməli ümid verir. Yəni onlar aydın şəkildə görürlər ki, bizim rəhbərlərimiz sığınacağa girmirlər, bizim rəhbərlərimiz ancaq özlərini fikirləşmirlər, meydandadırlar, qorxmurlar, cəsurdular və bu hal özü İslam ölkəsində çox böyük deməli şövq yaradır, şəhadətə meyillilik yaradır, insanların deməli bu yolun mahiyyətini açıqlayır. Dördüncü məsələni də biz biraz etiqadi məsələ ola bilər. Dördüncü məsələ deməli əsasən bugün İmam Hüseyin məktəbinin yenilənməsidir. İmam Hüseyin məktəbinin güncəllənməsini biz müşahidə edirik. Bugünə qədər biz İmam Hüseyin məktəbini, onun o Kərbəla hadisəsini ancaq haqqında danışırdıq, oxuyurduq və s. Amma bugün hiss eləyirik, bugün görürük ki, İmam Hüseyin necə meydana gəldi, İslamı qorumaq üçün öz canından belə əsirgəmədi, canını belə verdi. Şəhadətin nə olduğunu, Quranın deməli yazdığı şəhadət mövzusunu real həyatda bizə izah elədi, göstərdi. Və illər sonra o şəhadət mövzusu ki, nisbətən kütlənmişdi, çoranlaşmışdı, o mövzunu böyük rəhbərimiz yenidən gündəmə gətirdi öz şəhadəti ilə. Əli Larzanilər, digər deməli böyük şəxsiyyətlər, onlar İslam yolunda lazım gələrsə şəhid olmağa hazır olmalıyıq. Cənnət bu cür qazanılır, Allahın razılığı bu cür qazanılır mesajı var bu işlərin arxasında. Yoxsa mən Qurandan danışım, İslamdan danışım, hər şeyi eləyim, İslamı müdafiə eləmək lazım olanda, o məqam gələndə yorğanı çəkim başıma, yox mən bura qədərəm, bundan sonra yoxam, belə bir şey yoxdur, belə bir din yoxdur, belə bir Allah razılığı yoxdur. Allah razılığını qazanmaq istəyiriksə, biz gərək deməli canımızı belə lazım gələrsə əsirgəməyək. Əzizlər, mən bugün sizin çox zamanınızı almaq istəmirəm. Eyni zamanda Almaniya vaxtı ilə iftara da təqribən 10 dəqiqə vaxt var və mən bu 10 dəqiqədə istəyirəm bir mövzunu da sizin diqqətinizə çatdırım. O mövzu dediyim kimi Larizanın deməli Əli Larizanın şəhadətinin arxa planı haqqında danışmaq istəyirəm və bu arxa planında dayanan mənim fikrimə görə əsas məsələ
İrana qarşı müharibə hücumundan, işğalçı müharibənin başlanmasında və bu gün 19-cu günüdür. Bu 19 gündə Amerika Birləşmiş Ştatları ilə İsrailin fikirlərinin fərqli olmasıdır, haçalanmasıdır. Əvvəla mən onu deyim ki, mənim fikrimə görə Amerika Birləşmiş Ştatlarının əsas məqsədi İranda rejimi heç nə dağıtmadan rejimi dəyişmək və hətta belə deyək də, bəlkə də rejimdə əsas qərar verici şəxsləri aradan götürməklə Venezuela modelini kimi bir hədəf qoyub qarşısına Amerika Birləşmiş Ştatları. Amma İsrailin haqqında bu hədəf eyni hədəfdə olduğunu deyə bilməyəcək. İsrail təbii ki, daha vəhşi, acınacaqlı, acımasız bir hədəf qoyub. İranın dağılması, bölünməsi, parçalanması və s. Çünki Amerika Birləşmiş Ştatları elə hesab eləyir ki, İranda danışığa gedə biləcək komanda olarsa, onunla razılığa gedə bilərik. Amma işğalçı İsrail ümumiyyətlə İranı hər bir halda özü üçün təhlükə hesab edir və onu birmənalı dağıtması. Belə bir məqamda mənim hesablamalarıma görə, mənim düşüncəmə görə Əli Larijaninin şəhid edilməsi Amerika Birləşmiş Ştatlarına görə əgər bu variant olarsa, xalq ayaqlanacaq və bu versiyanı biz neçə vaxtdır müzakirə eləyirik. Xalq ayaqlanacaq və hökumətə, rejimə qarşı çıxacaq. Bunlar, deməli, bu versiya əvvəlki müddətdə təqribən müharibənin 2 həftəsinə qədər bu versiya gündəmdə idi, aktual idi və biz bu versiyanı da müzakirə edirdik və iddia eləyirdik ki, Amerika Birləşmiş Ştatlarının da deməli, işğalçı İsrail rejiminin də məqsədi budur ki, orada əsas şəxsiyyətləri aradan götürməklə xalqı ayaqlandırsın. Bu versiya 2 həftədə önəmli idi, müharibənin 2 həftəsində. Amma ondan sonra artıq bu versiya öz önəmini itirdi, öz təsir imkanlarını itirdi. Çünki özünü doğrultmadı. Doğrultmadığı halda bizə belə bir sual yaranır. Larijani faktiki olaraq deməli, İranda əsas qərar verici şəxslərdən biri idi, bəlkə də birincisi idi. Əlbəttə ki, Vəli Fəqihdən sonra. Belə məqamda Amerika Birləşmiş Ştatlarının bu məsələyə, yəni bunun ölməsinə nə kimi faydası ola bilər? Mən dəqiq, üzr istəyirəm, mənim fikrimcə düşünürəm ki, burada Amerika Birləşmiş Ştatları ilə İsrailin arasında yaranan fikir ayrılığı dövriyyəyə girir. Biz Amerika Birləşmiş Ştatlarının, ABŞ-ın, xüsusən Trump'ın son bəyanatlarını diqqətlə təhlil eləyəndə, burada ABŞ-ın müharibədən çəkilmə və yaxud da müharibədən qaçış kimi bir planının olduğunu düşünürük. ABŞ artıq müharibədən geri çəkilir, ABŞ müharibədən qaçmaq istəyir. ABŞ müharibədən qaçarsa, burada bayaq danışdığımız kimi müəyyən ölkələri ora dəvət eləməsi və burada müəyyən manevrlər filan, bunların hamısı ABŞ-ın müharibədən qaçışını göstəriciləridir. Təsəvvür edin, ABŞ müharibədən qaçarsa və hətta bir neçə dəfə səsləndirilib ki, bu müharibə İsrail başlayıb, belə bir fikirlər də səsləndirilib ABŞ tərəfindən. Əgər ABŞ müharibədən qaçarsa, canını qutararsa, İsrail İranın qarşısında bir balaca siçan kimi bir udumluq tikiyə bənzəyəcək. Və İsrailin demək olar ki, müharibənin tək tərəfi İsrail olacaq, İran olacaq. İran-İsrail qarşıdurmasında da bir deməli bir hücumla və yaxud da bir şillə ilə İsrailin darmadağın olması demək heç kimə gizli deyil. Bu cür məsələlərdə isə yəni dəyərli şəxsiyyətlərin, İranda bir nömrəli şəxslərin, əsas rəhbərlərin şəhid edilməsi əslində bu birmənalı olaraq İsrailin planıdır, Mossadın planlarıdır. Məqsəd isə ABŞ-ı müharibədən qaçmaq üçün mane olmaq. Yəni bu cür hallar normalda ABŞ-ın
Düzdür, ABŞ bütün hallarda cinayətkardır. İrana hücumunda heç bir hal ABŞ-ı xilas eləyə bilməz. Daha doğrusu Trump administrasiyasını biz deyirik, xilas eləyə bilməz. Bununla bağlı İran rəsmilərinin verdiyi bütün bəyanatlar yerində və doğrudur. Lakin ziyanın yarısından qayıtmaq yaxşıdır düşüncəsi Trumpda artıq baş qaldırıb və Trump son günlər, xüsusən müharibənin 3-cü həftəsindən sonra bu müharibənin başlanmasının böyük yanlış olduğunu anlayıb, indi yavaş-yavaş oradan geri çəkilmək üçün yollar axtarır. İsrail isə var qüvvəsi ilə çalışır ki, ABŞ-ın geri qayıdan yollarını hamısını bağlasın, qapatsın, bütün körpüləri yandırsın, ABŞ müharibədən geri çəkilə bilməsin. Bu ehtimal nə qədər güclü ola bilər, yəni ABŞ müharibədən geri çəkilə biləcəkmi, bilməyəcəkmi, biz bunu yaxın günlərdə deməli müşahidə edəcəyik. Çünki bu müharibə indi quru artilleriyanın müharibəyə qoşulması ilə bağlı müəyyən söhbətlər dolaşır. Əgər artilleriya məsələyə müdaxilə eləyərsə, yəni artilleriya savaşı başlayarsa, onda artıq müharibənin yönü də dəyişəcək. Müsbətən bu əlbəttə ki, İranın xeyrinə dəyişəcək. Və Əli Larizaninin və digər şəxslərin, yüksək çinli şəxslərin şəhadətə çatdırılması, onların şəhid edilməsi birmənalı olaraq indiki vəziyyətdə ABŞ-ın və Trump administrasiyasının müharibədən geri çəkilmə yollarını qapatmaq üçündür. İsrail böyük hiyləgərliklə istəyir ki, bunu qapatsın. Çünki İsrail zaten Trump'ı Epstein sənədləri ilə bu müharibəyə sürükləmişdi. Bu Epstein sənədləri yavaş-yavaş iş-fişa olduqca Trump'ın artıq başqa variantı qalmır. Epstein sənədlərini qəbul etmək daha Trump üçün əlverişlidir. Nəinki müharibədə qalıb davam etmək. Və indi Trump bu versiyanı seçərsə, o zaman İsrailin işğalçı rejimin vəziyyəti artıq heç kimə sir deyil. İsrail buna görə belə cinayətlərə əl atır ki, ABŞ buradan sıyrılıb çıxa bilməsin. Əsas bax, bu cür şəxsiyyətlərin İsrail tərəfindən şəhid edilməsində əsas məqsəd ABŞ-ı oyunda saxlamaqdır. Əziz izləyicilər, mən hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Yenə də kanala abunə olmamışsınızsa kanala abunə olun. Canlını bəyənin, paylaşın və Allah amanında qalın. Və sonunda onu demək istəyirəm ki, bizim inandığımız, qəbul etdiyimiz bir məsələ var. O da Allahın vədəsidir. Allah özü vədə verib ki, sonda ancaq müttəqilər, möminlər nicat tapacaqlar. Aqibət ancaq müttəqilər üçündür. Amerikanın, İsrailin gücü, silahı və ya atom bombası və s. ola bilər. Amma sonda bütün halda qələbə ancaq möminlərindir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sağ olun.